Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakıda həbsdən çıxmış şəxs viski oğurladığı üçün yenidən saxlanılıb. Xəbər verilir ki, 1986-cı ildə Bakı şəhərindən alınmış şəxs Novruz bayramı günü içmək üçün Nəsimi rayonunda yerləşən Neptun marketdən bir ədədin dəyəri 246 manat 53 qəpik təşkil edən Singleton 18 markalı viskini oğurlayıb. Həmən şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə məlum olub ki, bir neçə gün əvvəl həbsdən çıxmış həmən şəxs Neptun marketdən ikinci dəfə viskini oğurlamağa cəhd edərkən mağaza işçiləri tərəfindən saxlanılıb. Birinci dəfə oğurladığı viskini özü istifadə edib. İkinci dəfə oğurluq edərkən market əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib. Məhkəmənin qərarı ilə həmin şəxs 24 gün müddətinə inzibati həbs edilib.